Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda 2019-2022 aralığında trigonometrik funksiyalar bölünməsindən hansı suallar düşüb, onların izahını verəcəm. Gəlin keçək testimizin izahına. Deməli, 3 bölək pi arc-kosinus verib, arc-sinus veribdir, arc-tangens veribdir. Arc-kosinusun anlamı nə deməkdir? Kosinus 2 də kök 3'ü nə zaman alır? Kosinus 2 də kök 3'ü biz bilirik ki, alır 30 dərəcədə. Düzdürmü? Ancaq arc-kosinusun mənfi olanda pi çıxaq 30 yazılmalıdır. Yəni pi çıxaq 30 nətər yazılır? Pi bölək 6. Bax, təkcə bunu həll edirəm. Yaxşı. Gəl yazaq, balaca yazaq ki, yerləşsin. Pi çıxaq pi bölək 6. Üzərinə gəlinsin. Arc-sinus 2 də kök 3. Sinus 2 də kök 3'ü nə zaman alır? 30 dərəcədə. O da yazılır. Daha doğrusu 60 dərəcədə pi bölək 3. Üstə gələk. Tangens 1 böl kök 3'ü nə zaman alır? Tangens 1 böl kök 3'ü alır 30 dərəcədə. Yəni pi bölək 6. Buradan mənfi pi böl 6, müsbət pi böl 6 gedəcək. Qaldı əlimizdə pi, bir də pi böl 3. Pi üzərinə gələk, pi bölək 3. Bu da edəcək 3'də 4 pi. Bizi mötərizənin qarşısında gözləyən 3 böl pi var. Bunu da 4 pi böl 3'ə vuranda pi'lər getdi, 3'lər getdi. Cavab 4 olacaq. Yəni E variantı. Gəlin bax 2 nömrəli suala. Tangens alfa vurulsun. 90 üzərinə gəlinsin alfa yazılıbdır. 90 dərəcə, 180 dərəcə, 270 dərəcə, 360 dərəcə bunlar çevirmə dərəcələrdir. 90 dərəcənin üzərinə gələndə gəl görək hara düşür. 90 dərəcəni qeyd edirəm. Üzərinə gələn zaman belə, çıxan zaman geri qayıdırıb. Trigonometriyada bucaqlar bu şəkildə hərəkət edir. Bax bu formada. Üzərinə gələndiyi üçün ilk öncə 90-sa 90 qaralanır. Üzərinə mi gəlir, çıxılırmı? Üzərinə gəlirsə belə işarə qoyursan. Bura neçənci rübdür? İkinci rüb. İkinci rübdə tangens nədir? Sinusumuz müsbət, kosinusumuz mənfi olduğuna görə tangens mənfidir. Oldu cavab mənfi. 90'da ad dəyişir olur kotangens alfa. Tangesi kotangesə vuranda 1 edər. Amma mənfi olduğu üçün mənfi 1 B variantı. 3 nömrəli suala baxaq. A-nın hansı ən böyük qiymətində funksiyanın ən kiçik müsbət dövrü pi bölək 3 olar. Kosinusda dövr tapılma qaydası belədir. Əgər bunun qüvvəti cüt olarsa, dövrün düsturu pi bölək modulda m. Əgər qüvvət tək olarsa, dövr bərabərdir 2 pi bölək modulda m. Bizim kosinusun qüvvəti 1 olduğuna görə dövrümüz t bərabərdir 2 pi bölək modulda m olar. Və bu 2 pi bölək m nədir burada? M x'in önünə deyəcəyik. Bunlara baxmağa ehtiyac yoxdur. İndi bizim qüvvət tək olduğu üçün 2 pi bölək m x'in önüdür. Yəni a kvadratı minus 30 bərabərdir pi bölək 3'ə. Dövrünü pi böl 3 veriblər. Buradan pi'lər ixtisar gedər. 3 dəfə 2 6 bərabərdir modulda a kvadratı çıxılsın 30'a. Nədən 6 çıxar? Ya bu ifadə 6'dır ya da mənfi 6'dır. A kvadratı çıxılsın 36'ya bərabərdir. A kvadratı buradan 36, A da buradan plus minus 6 edər. Ya da A kvadratı minus 30 mənfi 6 da ola bilər. Buradan A kvadratı 24'e bərabərdir. A da bərabərdir plus minus kök altında 24. İndi mənə deyir ki, ən kiçik müsbət dövrü A-nın hansı ən böyük qiymətində? A-nın ən böyük qiyməti müsbət 6 qəbul olunacaq. Düzgün cavab C variantı. 4 nömrəli suala baxaq. Sinus 2 alfanın cavabı bizə verilibdir. 3 tangens kvadratı belə bir ifadə verilibdir. 3 vurulsun tangens kvadratı, buna bir alfa gözü ilə baxın. Bax. Tangens kvadratı alfanın açılışını yazıram. TC yazıblar, biz elə yazaq. Tangens kvadratı alfanın açılışı 3 vurulsun 1 minus kosinus 2 alfa bölək 1 üzərinə gəlinsin kosinus 2 alfadır. Bu tangens kvadratı alfanın açılışıdır. İndi alfamız nədir burada? Alfamız burada gördüyünüzdür. Bax, bu bizim alfadır. Alfanın yerinə mötərizəni açaq. 3 pi böl 4 çıx alfa. Mötərizəni açaq. 3 pi böl 4 çıxaq alfa yazırıq. Oldu belə. 3 vurulsun 1 minus kosinus 2 buna deyəcək olacaq 3 pi böl 2 çıx 2 deyəcək alfaya 2 alfa bölək 1 üzərinə gəlinsin kosinus
2 deyəcək, bunlar gedəcək, 2 qalacaq. 3 pi böl 2 minus 2 alfa. İndi burada nə baş verdi? 3 vurulsun 1 minus kosinus 3 pi böl 2-də ad dəyişir. 270 dərəcə deməkdir bu. 270 dərəcəni koordinat oxunda qeyd eləsək, bax 270 dərəcə buradır. Üzərinə mi gəlib çıxılıbmı? Bax çıxılıbdır. Çıxılıbsa geri qayıdırıq. Burada kosinus nədir? Sol tərəfdə olduğu üçün kosinusun cavabı mənfidir. Olur mənfi. Ad da dəyişir, sinus olur. 270'də ad dəyişir. Mənfi deyər, müsbət olacaq. Olacaq 1 üzərinə gəlinsin. Sinus 2 alfa bölək. Aşağıda da 1 üzərinə gəlinsin. Yenə həmənki kimi olacaq. Ad dəyişəcək. Sinus 2 alfa olacaq. Yenə mənfi olacaq. Bu səfər 1 çıxaq sinus 2 alfa. Sinus 2 alfanın cavabını bizə mənfi 3/1 veriblər. Yerinə yazsam 3 vurulsun. 1 üzərinə gəlinsin. Mənfi 3/1. Yəni 1-dən 3/1 çıxacaq. Aşağıda da 1 çıxaq mənfi 3/1 yazanda da bu da toplam olur. 3 vurulsun. Surətdə oldu 3/2. Məxrəcdə oldu 3/4. 3/2'ni 3/4'ə bölmək 4'də 3'ə vurmaq deməkdir. 3'lər gedər. 4 ilə 2 gedər, 2 qalar. Yuxarıda qaldı 3, aşağıda qaldı 2. Cavab 1/5 edəcək. Düzgün cavab C variantı. Gəlin bax 5 nömrəyə suala. İfadənin ən kiçik qiymətini bizdən soruşur. Burada 12 sinus kvadrat x mən belə yaza bilərəmmi? 4 sinus kvadrat x ya da belə yazaq. 8 sinus kvadrat x üzərinə gələk 4 sinus kvadrat x üzərinə gələk 4 kosinus kvadrat x. 4 dənə sinus, 4 dənə kosinus. Burada 4'ü çıxarsaq sinus kvadrat x'in üzərinə kosinus kvadrat x gələcək. Sin kvadratı ilə kos kvadratın cəmi 1 eləyər. Bir dəfə 4'üm 4 eləyəcək. Oldu 8 sinus kvadrat x üstə gələk 4. Bunu yazdım. İndi bax, sinus kvadrat ən az nə alar? 0. Sinus mənfi 1 ilə 1 arasında cavab alır. Amma kvadrat olduğuna görə 0. Ən çox da 1 alır. 8'i 1'ə vuranda 8, 4 əlavə edəndə 12. 8'i 0'a vuranda 0, üzərinə 4 əlavə edəndə 4 olacaq. Deməli, ən kiçik 4, ən böyük 12 alar, ən kiçik soruşurdu 4 olacaq. Gəlin baxaq 6 nömrəyə suala. Burada sinus alfa çıx bettanın artırışından istifadə edəcəyik. Sinus alfa kosinus betta çıxılsın. Kosinus alfa sinus betta. Üzərində gələk kos alfa sinus betta. Deməli, mənfi kos alfa sin betta, müsbət kos alfa sin bettalar gedəcək. Oldu, aşağıda da var sinus, qobunda qarayla yazaq. Sin alfa kos betta, bunlar da gedəcək. Nə qalacaq? 1 qalacaq. Gəlin baxaq 7 nömrəyə suala. Deməli, mən burada nə edərəm? Surətdə gördüyüm, bunu vurğulara ayıraq, hələ ki, digərinə dəymirəm. 1 minus kosinus 2 alfa olduğu kimi qalsın. Bu kotanges üstü 4 alfanı mən belə yaza bilərəmmi? 1 çıxaq kotanges kvadratı alfa, 1 üstə gələk kotanges kvadratı alfa. Vurub açanda a kvadrat çıxaq b kvadratına görə bu alınmalıdır. Aşağıda da bizi gözləyir 1 çıxaq kotanges kvadratı alfa. Bunlar bir-birini götürəcək. 1 üstə gələk kotanges kvadratı alfa qaldı. İndi bunu qısa yazası olsaq 1 çıxaq kosinus 2 alfa 2 sinus kvadratı alfa deməkdir. Amma sən bunu hardan biləsən? Onun üçün belə yazaq istəyirsənsə. Sinus kvadratı alfanın belə bir açılışı varmı? 1 çıxaq kosinus 2 alfa bölək 2. 1 çıx kos 2 alfanı tapmaq üçün 2 buna deyəcək nə olacaq? 1 çıx kos 2 alfa 2 sinus kvadratı alfa. Ona görə bərabər qoyuram. Bunun yerinə yazıram ki 2 sinus kvadratı alfa vurulsun. İndi gəlirik buna. 1 üstə gələk kotanges kvadratı alfa demək. Əslində 1 bölək sinus kvadratı alfa deməkdir. Gəl bunun niyəsinə baxaq. 1 üzərinə gələk kotanges demək kosinus kvadratı bölək sinus kvadratı deməkdir. Ortaq məxrəc sinus kvadratı gətirirəm. Sinus kvadratı alfa. 1'ə deyəcək olacaq sinus kvadratı alfa, üstə gələk kosinus kvadratı alfa. Bunları toplayanda 1 edəcək. 1 bölək sinus kvadratı alfa. Sin kvadratı alfalar getdi, nə qaldı? 2 qaldı. Düzgün cavab D variantı. 8 nömrəli suala baxaq.
Bunun müxtəlif yollarını yaza bilərsən. Tangeslə kotanges bir-birinin tərsidir. Biz tangesi tapsaq, kotanges də onsuz da tərsinə çöndərib toplayarıq. Gəl tanges 15-i hələ biz ilk öncə tapaq. Tanges 15-i tapmaq istəsəm, mən bunu tangens 45 çıxaq 30 yaza bilərəm. 15 edir. Sonra tangens alfa çıxaq beta düsturuna görə tangens 45 çıxaq tangens 30 bölünsün. 1 üzerine gelinsin. Tangens 45 vurulsun. Tangens 30 yazıram. Tangens 45'te 1 alır. Tangens 45'te 1 alır. Tangens 30'da 1 çıxaq. Kök 3 bölək 3 alır. Bölünsün. 1 üstə gələk. Kök 3 bölək 3 alır. Düzdürmü? İndi bu neçə edəcək? Ortaq məxrəc gətsək 3'də 3 çıxaq kök 3. Aşağıdakı da 3'də 3 üstə gələk kök 3 olacaq. Bunu vuranda tərsinə çönür. 3 üstə gəl kök 3, yuxarıda da 3 olur. Bax bunu yazdıq. 3'lər buradan gedəcək. Qaldı 3 minus kök 3 bölək 3 üstə gələk kök 3 şəklində. Bu tangesin cavabıdır, tamam mı? Kotangesin cavabı da nətər olacaq? Bunun tərsidir. Üzərinə gəlinsin. Bunun tərsi olacaq 3 çıxaq kök 3, surətdə də 3 üstə gələk kök 3. Gəl indi bunu həll edək. Ortaq məxrəc gətsək olacaq 3 minus kök 3, 3 plus kök 3. Surətdə olacaq bunu buna vuranda 3 minus kök 3'ün kvadratı üzərinə gəlinsin 3 plus kök 3'ün kvadratı. Müxtəsər kimi açsaq 9 çıxılsın 6 kök 3 üstə gələk 3. Üstə gələk 9 üstə gələk 6 kök 3 üstə gələk 3 bölünsün. A kvadratı çıxılsın B kvadratından 3'ün kvadratı 9 kök 3'ün kvadratı 3 bu da 6 edəcək. Bunlar bir-birini götürdü. 3, 3, 6, 9, 9, 18. Bu da edəcək 24. Bunu da 6'ya böləndə 4 edəcək. Düzgün cavabımız 4 olacaq. Bunun müxtəlif yolları var. Şagird şərt deyil ki, bundan yazar. Məsələn, istəsəydi belə yaza bilərdi. Tangens 15 üstə gələk kotangens 15 deyilmi? Bunu yazardı. Məsələn, sinus 15 bölək kosinus 15 üstə gələk kosinus 15 bölək sinus 15. Ortaq məxrəc gətirərdi. Olacaqdı kos 15 sin 15. Yuxarıda olacaqdı sin 15 kos 15. Sin 15'i sin 15'e vuranda sinus 15'in kvadratı. Üstə gələk kosinus kvadratı 15. Bu deyəcək 1. Aşağıda kosinus 15 ilə sinus 15 qalır da, düzdürmü? Bunu da götürüb belə yazacaqdı. 2'ye vurub 2'ye bölər. Özü. Aşağıda sinus 2 alfanın açılışı yarandı. Yani sinus 2 alfa. Sinus 2'ni 15'e vuracağım 30. Sinus 30'da ne alır? 2'də 1. Surətdə də 2 də var. Cavab 4 edər. Yəni bu şəkildə yazıb daha da qısa ala bilərsən. Mən hər iki yolu göstərim. Sən yenə də bil. 9 nömrəli sualda bizə sinusun cavabını veribdi. 90 ilə 180 arasında bir qiymət alır. Kotanges 110 üstə gələk 6'da 1 alfanı hesaplamağı bizdən soruşur. Kotanges normalda hansı 2'də 1 hansı bucaqda alır? Normalda alfamızın qiyməti 30 dərəcə olmalıdır, düzdürmü? Amma deyir ki, sənin alfan 90-dan 180 arasındadır. O zaman mən bunu 90-dan 180 arasında necə yazacağam? Şagird bilməlidir ki, sinus alfa sinus betaya o zaman bərabər olur ki, bucaqların cəmi 180 elədiyi zaman. Əgər sinus bir bucağım 30 dərəcədirsə, o biri bucağım 180 olması üçün neçə olmalıdır? 150 dərəcə. Demək ki, sinus 30 dərəcə ilə sinus 150 dərəcə eyni şeydir. Ona görə biz alfanı 30 dərəcə yox, artıq burada 150 dərəcə qəbul eləməliyik. Çünki sinus alfamız 90-dan 180 arasındadır. 150 dərəcədə bunların arasında olduğuna görə alacaq. İndi aparıb burada alfanın yerinə 150 qiymətini yazacağım. Oldu kotangens 110 üzərinə gəlinsin. 150 ilə 6 ixtisar gedəcək. 25 qalar. Kotangens 135 dərəcə. Kotangens 135'də nə alır? Bunu kotangens 90 üstə gələk 45 kimi yazsam. 90 dərəcənin üzərinə gəldiyimiz üçün burada kotangens mənfi olduğundan mənfi. Ad da dəyişir. Tangens 45. Tangens 45'də 1 alar. Cavabı mənfi 1. B variantı. 10 nömrəli suala baxaq. Sinus pi bölü 6. 186'ya böləndə 30. Sinus 30'da 2'də 1 alar. 2'də 1.
Sinüs 4 pi bölü 7 sinüs 3 pi bölü 7 çıxaq. Kosinüs 180'i 6'ya böləndə 180'i 3'e böləndə 60 eder. Kosinüs 60'da 2'də 1 alar. Kosinüs 4 pi bölü 7 kosinüs 3 pi bölü 7. Hər ikisində 2'də 1 var. 2'də 1 mötərizə kənarına çıxacaq. Oldu sinüs 4 pi bölü 7. Gəl istəyirəm burada da çıxardım da. Bax çıxartdım. Sinüs sinüs kosinüs kosinüs bu kosinüsün teoremidir. Kosinüsün içi çölü eyni olmazdı. Çıxma varsa birinci toplamadır. Bucaqları toplayasınız. Kosinüs alfa toplam bettanın açılışı verir bizə. Yəni 4 pi bölü 7'nin üzərinə 3 pi bölü 7 gəlirik. Bu da edir kosinüs 7'də 4 pi ilə 3 pi 7 pi. 7'lər gedər pi. Kosinüs 180'də nə alır? Mənfi 1. Qarşıda biz 2'də 1 gözləyirdi. Mənfi 2'də 1. Yəni mənfi 0.5 düzgün cavabımızdır. 11 nömrəli suala baxaq. 75 dərəcəli bucağı radianla ifadə edin. 75 dərəcəni radianla ifadə etmək üçün pi bölək 180'ə vururuq. 75 25'e ixtisar gedər 3. Digər 25'e ixtisar getsə deyəsən ixtisar keçmir. Heç bu gəl belə eləyək 5'ə bölək. 5'ə böləndə 15, 5'ə böləndə 36. İndi hər şey aydın olacaq. Hər tərəfi 3'ə bölsək 5 pi bölək 12 olacaq. Düzgün cavabımız E variantı. 12 nömrəli suala baxaq. Sinüs kvadratı alfa verilibdir. Sinüs kvadratı alfanın açılışı 1 çıxaq kosinüs 2 dənə alfa bölək 2'dir. O zaman sinüs kvadratı 21'in açılışı 1 minus kosinüs 2 alfa bölək 2'dən alfanın yerinə 21 yazsam 42 edəcək. Bunu aydın oldu. İndi burada yerine yazsaq. Oldu 1 çıxaq kosinüs 42 bölək. Sinüs kvadratı 21'in yerinə 1 minus kosinüs 42 bölək 2 yazırım. Bu 2 qalxacaq yuxarı. Bunlar bir-birini götürəcək. Cavabımız 2 olacaq. 13 nömrəli sualda deyir ki, fx bərabərdir sinüs x, gx bərabərdir kosinüs x funksiyalarının 0-90 aralığında kəsişmə nöqtəsindən o x oxuna qədər məsafəni tapın. Hər ikisinin kəsişmə nöqtəsindən x oxuna qədər məsafəni soruşur. Bunu biraz tez və uzun yolla yazmağı göstərəcəm. Kəsişmə nöqtəsi dediyi üçün şagird 2 dənə funksiyanı bir-birinə bərabər eləməlidir. Sinüs x bərabərdir kosinüs x-ə. Bu təmlin həlli nəyə bərabərdir? Hər tərəfi kosinüs x-ə bölsək, bunlar getdi. Oldu tangens x bərabər 1. Tangens 1'i nə vaxt alır? X bərabərdir pi bölü 4. Yəni 45 dərəcə üzərinə gələk pi k. Yəni 45 dərəcə üstə gələk 180'in qatları. Amma bizə deyir 0-90 arasında olduğu üçün 180'in qatlarına ehtiyacımız yoxdur. Cavab olacaq 45 dərəcə. Demək ki, bizim x-imizin qiyməti 45 dərəcədir. Hər ikisi 45 dərəcədə kəsişəcəklər. Tamam mı? İndi bizə deyir ki, kəsişmə nöqtəsi. Tutaq ki, kəsişmə nöqtəsi bunu belə çəksək, bu birisini belə çəksək önəmli deyil. Sinüslə kosinüsün kəsişmə nöqtəsi tutalım ki, bura düşsün. Düzdürmü? Kəsişmə nöqtəsi x-ə nə verəndə? 45 dərəcə verəndə. Demək 45 dərəcəmiz bura olsa, sinüs 45'də nə alır? Kosinüs də 45'də nə alır? Sinüs də, kosinüs də 45'də alacaqlar. 2'də kök altında 2. İndi sualımız budur. Kəsişmə nöqtəsindən x oxuna qədər məsafəni tapın. Sizcə, bax, bir dəqiqə. Kəsişmə nöqtəsindən bura qədər məsafə nə qədər oldu? 2'də kök 2. Vəssalam. 14 nömrəli suala gəlin bir yerdə baxaq. Alfa ilə bettanın cəmi 90'dır. Düzbucaqlı bucaq bizə verilibdir. Kosinüs betta çıxaq sinüs betta bölək kosinüs alfa üstə gələk. Sinüs alfa 3'də 1'dir. Al bölək b-ni bizdən soruşur. 14 nömrəli sualda burada belə yazarıq. İki bucağın cəmi 90'dırsa, mənlə razısanmı sinüs alfa ilə kosinüs betta eyni şeydir. Necə yəni? Məsələn, sinüs 30 dərəcə ilə kosinüs 60 eyni şeydir. Çünki cəmləri 90 edir. Yaxşımı? Ona görə mən kosinüs bettanın yerinə sinüs alfa yazaram. Sinüs bettanın yerinə də kosinüs alfa yazaram. Bölünsün. Kosinüs alfa üzərinə gələk. Sinüs alfa bərabər 3'də 1'ə. Çapraz şəkildə vursaq 3 sinüs alfa çıxılsın 3 kosinüs alfa.
Yuxarıdakına vursaq kosinus alfa üzərinə gələk sinus alfa. 3 sinus alfadan bir dənə sinus alfanın çıxanda 2 dənə sinus alfa. Kosinusları toplayanda 4 kosinus alfa. Hər tərəfi 2'ye bölsək sinus alfa bərabərdir 2 kosinus alfaya. Misal bizdən nə istəyir? A bölək B-ni istəyir. A bölək B nə deməkdir? Tangens alfa deməkdir. Hər tərəfi kosinus alfaya bölsəm, bunlar gedəcək. Olacaq tangens alfa bərabər 2. Məndən deyilə bu soruşulurdu. Düzgün cavabımız 2 olacaq. Gəlin baxaq 15 nömrəli suala. Burada ən böyük qiymətini soruşur. Hazır qaydamız var idi. Sinusla kosinus eyni olan zaman bucaqları istəyir çıxma olsun, istəyir toplama olsun. Kök altında əmsallarının kvadratları cəmi 25, 12'nin kvadratı 144. Bu da edəcək 169. Bundan 13 çıxar. Ən böyük qiymət 13'dür. Ən kiçik qiymət bunun mənfisidir. Ən böyük soruşduğu üçün cavab 13 olacaq. Gəlin baxaq 16 nömrəli suala. 472 dərəcəli bucaq koordinat sistemində harada yerləşir? 472 dərəcə 360'ı aşdığı üçün 360 dərəcəni çıxsaq 112 dərəcə qalacaq. 112 dərəcədə 180 ilə 90'ın arasında yerləşdiyi üçün burada ikinci rübdür. Gəlin baxaq 17 nömrəli suala. Kosinus 60'da 2'də 1 alar. Kosinus 72, kosinus 18 çıxaq. Sinus 30'da 2'də 1 alar. Sinus 72, sinus 18. 2'də 1 mötərizə kənarına çıxacaq. Gəl elə buradaca çıxardaq. Bu şəkildə oldu. Oldu 2'də 1. Cos, cos, sin, sin. Bu kimin teoremi idi? Bu kosinusun teoremi idi. Çıxma icad toplamasının bucaqların cəminin açılışıdır. 72 ilə 18'in cəmi 90 dərəcə eləyər. Düzdürmü? Kosinus 90'da 0 alar. 0'da nəyə vursaq 0 edəcək? Düzgün cavab A variantı. 18 nömrəli suala baxaq. Sinus alfa kotanges alfaya bərabərdir. Sinus alfa bərabərdir. Kotangesi kosinus alfa bölək sinus alfa şəklində yaza bilərəmmi? Buradan çapraz şəkildə bunlar bir-birinə vursaq, sinus kvadratı alfa bərabərdir kosinus alfa olar. O zaman kosinus alfanın yerinə mən sinus kvadratı alfa yaza bilərəm. 4 çıxılsın, kosinus kvadratı alfa çıxaq. Kosinus alfanın yerinə sinus kvadratı alfa yazıram. 4 çıxılsın, mənfini mötərizə kənarına çıxarsaq, kosinus kvadratı alfa üstə gələk sinus kvadratı alfa. Bunların cəmi 1 edər. 4'dən 1 çıxsaq 3 qalacaq. Düzgün cavab D variantı. 19 nömrəli sualda deməli pi-ni 3'ə böləndə mənfi 60 dərəcə. Yazıram kosinus mənfi 60 dərəcə vurulsun. Tangens mənfi 60 dərəcə. Kosinus cüt funksiya olduğu üçün mənfi nudur. Kosinus 60'da 2'də 1 alar. Tangens 60'da kök 3 alır, amma mənfi olduğu üçün mənfi. Cavab mənfi kök 3 bölək 2 D variantı. 20 nömrəli suala baxaq. Sinus alfa kosinus beta, kosinus alfa sinus beta. Yuxarıda sinus alfa toplam beta'nın açılışı verilib. Yəni sinus 20 üstə gələk 15, sinus 35 dərəcənin açılışı. Bölək sinus 35 dərəcə bunlar gedəcək. Cavab 3'də 1 C variantı. 21 nömrəli sualda 4 sinus kvadratı 18 verib. Mən bunu yazıram 4 vurulsun. 1 çıxaq kosinus 2 alfa bölək 2 düsturuna görə. 18'i 2'ye vuranda kosinus 36 eder. Bunlar ixtisar getdi. Qaldı 2. Çıxaq 2 kosinus 36 dərəcə. Üzərinə gəlinsin 2 sinus 18 dərəcə. Üzərinə gəlinsin 2,5. Burada 2 çıxılsın. 2'ni mötərizə kənarına çıxarsaq kosinus 36 dərəcə çıxaq sinus 18 dərəcə. Üzərinə gəlinsin 2,5. Kosinus 36 demək, bunu sinusa gətsəm, sinus neçə deməkdir? Sinus 54 dərəcə deməkdir. Hər ikisində də sinus var, sinus, sinus. Bu nəyin açılışıdır? Sinus alfa çıxaq, sinus, daha doğrusu sinus alfa çıxaq, sinus beta'nın düsturunu tətbiq edəcəm. Sinus alfa çıxaq, sinus beta'nın düsturu, 2 sinus, bir dəfə bucaqları toplayıb yarıya böləcəm, çıxıb yarıya böləcəm. Bir dəfə də kosinus yazıb bucaqları toplayıb yarıya böləcəm. Bax, sinus alfa çıxıq, sinus beta'nın açılışı budur. Yazıram. 2 çıxaq, 2 öz ikimizdir. 2 vurulsun. Sinus. Bir dəfə çıxıb yarıya böləcəm. 54'dən 18 çıxanda qalacaq 36. Yarısı 18.
Bir dəfə də kosinüs yazıb toplu bir yarıya böləcəm. Toplayanda 72 yarısı 36. Bunu yazdım. İndi gör nə ayıracam. Bu bizim bu hissədə. Mən bunu kosinüs 36-nı biraz aralı yazım. Bir dəqiqə, aha belə. Mən bunu özüm kosinüs 18-ə həm vurub, həm kosinüs 18-ə bölürəm. Surətdən nə oldu? 2 sinüs 18 kosinüs 18 bizə sinüs 2 alfanı verər. Sinüs 36-nı verir. Sinüs 36 var, kosinüs 36 var. Bu 2'ni bunun yanında yazsaq, bunu buradan sildim. 2 sinüs 36, kosinüs 36 bizə nəyi verər? Bu da sinüs 2 alfanı. Yəni sinüs 72'ni verər. Sinüs 72 ilə kosinüs 18 eyni şeydir. Bunlar getdi. Qaldı 2. Üzərinə gəlinsin 2,5. Cavab 4,5 olacaq. Vay. 4,5 nədir? Bunlar gedəndə 0 qalmır, 1 qalır da, -1 oldu belə. 2 çıx 1 üstə gələk 2,5. 4,5-dən 1 çıxanda 3,5 qalacaq. C variantı. Gəlin baxaq 22 nömrəli suala. Kosinüs 70 ilə sinüs 20 eyni şeydir, gedərlər bunlar. Yuxarıda var 3 kök altında 3 tangens 15 dərəcə bölək 2 vurulsun 1 çıxaq tangens kvadratı 15 dərəcə. Tangens 2 alfanın belə bir açılışı var. 2 tangens alfa 1 çıxaq tangens kvadratı alfa. Amma burada 2 tangens alfa olmalıdır. Bizim burada 2'miz yoxdur deyə mən bunu 2'yə vurub öz başına 2'yə də bölürəm. Oldu belə. İndi bu açılış nəyin açılışı oldu? Tangens 2 alfanın açılışı. Yəni 3 kök 3 vurulsun. Tangens 2 alfa. Alfamız 15'ti. 2'ye vuranda tangens 30'un açılışını eləyir. Bax bu ümumi. Bölək 4'ümüzdə var. Tangens 30'da alır kök 3. Bölək 3. 3'lər gedər. Kök 3'ü kök 3'ə 3 edər. Cavab 4'də 3 olacaq. B variantı. 23 nömrəli suala baxaq. 1 bölək kosinüs x bölünsün. Tangens x nə deməkdir? Sinüs bölək kosinüs. Böləndə tərsinə çönür. Olur kosinüs bölək sinüs x. Bunlar da getdi. Cavab 1 bölək sinüs x olacaq. 25 nömrəli suala baxaq. Kosinüs kvadratı 10 dərəcə demək, 90 dərəcə tamamlasaq biz bunu sinüs kvadratı 80 dərəcə yaza bilərik. Kosinüs kvadratı 26-nı sinüs kvadratı 64 yaza bilərik. Üstə gələk kosinüs kvadratı 64, üstə gələk kosinüs kvadratı 80. Sinüs kvadratı 80 ilə kosinüs kvadratı 80 1 edər. Sin kvadratı kos kvadratı yenə 1 edər. Cavab 2 olacaq. 26 nömrəli suala baxaq. Bizə 3 sinüs alfadan 2 kosinüs alfanın çıxmağı deyir. Bu çevrənin radius olduğu üçün radius 5'ə bərabərdir. O zaman bu radius 5'ə bərabərdirsə, buradan bura 3-dürsə məsafə, demək bura 4 qalacaq. Sinüs alfa qarşı katetin, düz bucağa baxsaq, qarşı katetin hipotenusu olan nisbətidir. Yəni 4 bölək 5'dir. Kosinüs alfa isə bitişik katetin hipotenusu olan nisbətdir. Yəni 3'ün 5'ə olan nisbətidir. Gəl aparaq, yerinə yazaq. 3 vurulsun, sinusun yerinə 4 bölək 5, çıxaq 2 vurulsun, kosinüsun yerinə də 3 bölək 5 yazıram. Oldu 5'də 12 çıxaq, 5'də 6, cavab 5'də 6 edəcək. Yəni 1,2. Gəlin baxaq 27 nömrəli suala. Kotangesin cavabını -1 veriblər. Kotanges nə deməkdir? Kosinüs bölək sinüs. Cavab -1'dir. O zaman buradan kosinüsü tapsaq, çapraz vuranda nə olur? -sinüs alfaya. Harada kosinüs yersən yerinə -sinüs yaz. Kosinüsdürmü? -sinüs kub alfa. Çıxaq sinüs kubu alfa. Oldu -2 sinüs kubu alfa. Aşağıda kosinüs alfanın yerinə -sinüs alfa yazıram. Mənfiyə dəyər toplama olur. Oldu sinüs kubu alfa. Üstə gələk. 2 dənə sinüs kvadratından 1 dənə sinüsü deyəndə 2 dənə sinüs kubu alfa. Oldu 3 dənə sinüs kubu alfa. Sinüs kubu alfalar getdi. Cavab -3'də 2 olacaq. 28 nömrəli suala baxaq. Sinüs kvadratı 10 dərəcəni veribdi. Aşağıda sinüs kvadratı 5 dərəcə veribdi. Çıxaq kosinüs 10 dərəcə. Mən bunu belə yaza bilərəmmi? Bax, deməli sinüs kvadratı alfa deyil bu. Mən bunu sinüs
2 vuraq 5 dərəcə yaza bilərəm. Hələ kvadratı boş ver. Bu oldu sinus 2 alfanın asılışı. Sinus 2 alfa. Asılış nətərdir? 2 sinus alfa, kosinus alfa. Alfanın yerinə də 5 yazdın. İndi kvadrat olduğu üçün kvadrata yüksəlt. 4 kvadrat kvadrat bölünsün. 2 sinus kvadratı 5 dərəcə. Çıxaq kosinus 10 dərəcə. Sinus kvadratı 5 dərəcələr getdi. 4 ilə 2 getdi, 2 qaldı. Oldu. 2 kosinus kvadratı 5 dərəcə. Çıxaq kosinus 10 dərəcə. İndi mən buradan kosinus kvadratı alfanın yerinə bax, belə bir asılışını yazacağım. Kosinus kvadratı alfa 1 üstə gələk kosinus 2 alfa bölək 2 deməkdir. Kosinus kvadratı 5 dərəcə demək. 2 vurulsun. Kosinus kvadratı 5 demək. 1 üstə gələk kosinus 2 alfa bölək 2. Alfamız 5'ti. 2'ye deyəndə 10 edər. Bunlar bir-birini götürdü. 1 üstə gələk kosinus 10. Çıxaq kosinus 10. Bunlar getdi. Cavab 1 qaldı. Gəlin baxaq 29 nömrəli suala. Deməli, tangens kvadrat x, kotangens kvadrat x bizə verilibdir. Mən bunu tangens kvadrat x üstə gələk kotangens kvadrat x'i yan yana yazsam. Bunun açılışı nədir? Tangens x üstə gələk kotangens x'in kvadratı. Çıxaq 2 tangens vur kotangens. Tangens kotangensə vurmaq 1 edər deyə yazmadım. Tangeslə kotangesin cəmi 3'dür. Kvadrata yüksəldəndə 9 çıxaq 2'dən 7 edər. Bu ikisinin cəmini 7 tapdıq. Çıxaq 2 bölünsün. Sinus vur kosinus. Bəs bunun qiymətini necə tapacaq? İndi daha bunu silirəm. Tangens demək sinus bölək kosinus deməkdir. Kotangens də kosinus bölək sinus deməkdir. Ortaq məxrəc kosinus sinus. Çapraz vuranda sinus kvadratı üstə gələk kosinus kvadrat edər. Bunların cəmi 1 etdiyindən 1 böl kosinin cavabı 3'dür. 1 böl kosinin cavabı 3 elədiyindən cavab elədir. Burada deməli 7 tapmamışıq mı? 7 çıxılsın. 1 böl kosinin cavabı 3 elədir. Cavab oldu 3. 7'dən 3 çıxsaq 4 qalacaq. Gəlin baxaq 30 nömrəli suala. Bunu bir çox yolla yazmaq olar. İnşallah yazacağım yolda sənin üçün xoşuna gələr. Yəni ümid edirəm. Bəyənməsən rəydə yaz ki, falan sualı başqa cür izah edeyim müəllim. Kosinus 40 dərəcə çıxılsın. 2 kos 80 kos elə kos 80 veribdir. Mən bunu mötərizə kənarına çıxarılan ifadəni hər birini içəri vursam, kosinus 40 dərəcə çıxılsın. 2 kosinus 80 dərəcə, bir də kosinus 40 dərəcə şəklində yazdım. Kosinus 40'dan işimiz yoxdur, bu dursun burada. Bu 2 kos 40 kos 80 hansı şeyin açılımından gəlibdir? Hansı teoremindən gəlibdir? Şagird burada bilməlidir ki, kosinus paxıldır. Ona görə kosinusun teoremindən gəlib. Kosinus bucaqları bir dəfə toplayarsan 120, bir dəfə bu bucaqları çıxarsan 40. Bax, bunun açılımından gəlib. Kosinus 120 ilə kosinus 40'ın cəminin açılışı 2 kosinus bucaqları toplayıb yarıya bölürük. 80. Bir dəfə çıxıb yarıya böləcək. 40 edir. Burada kosinus 40'lar gedəcək. Mənfi kosinus 120 dərəcə. Kosinus 120'də nə alır? 90 üstə gələk 30 şəklində yazsaq. 90'ın üzərinə gəldiyimiz üçün kosinus burada mənfidir. 90'da da ad dəyişəcək. Sinus 30 dərəcə olacaq. Sinus 30'da 2'də 1 alır. Mənfi öz mənfimizdir. Kosinus 120'də mənfi 2'də 1 alır. Cavab müsbət 2'də 1. Yəni 0,5 olur. E variantı. 31 nömrəli suala baxaq. Sinus 3x, kosinus 3x, kosinus 3x, sinus 3x. Burada sinus 3x, kosinus 3x'i mötərizə kənarına çıxarsam, olacaq sinus kvadratı 3x, üzərinə gəlinsin kosinus kvadratı 3x. Sin kvadratı ilə kos kvadratının cəmi 1 edər. Bunu yazmayacağım. Sin 3x, kos 3x qaldı. Bunu 2'ye vurup 2'ye bölsəm, olacaq sinus 2 alfanın açılışı. Sinus 6x bölək 2. Burada dövr tapan zaman 2'də 1'in falan heç birinin önəmi yoxdur. Sinusun qüvvətinə baxırıq. Qüvvəti tək olduğu üçün, yəni qüvvətində 1 olduğu üçün dövr t bərabərdir 2 pi bölək m düsturundan istifadə olunur.
M'imiz de x'in qarşısında olduğu üçün 6'dır. Cavab olacaq pi bölək 3 ən kiçik dövrümüz E variantı. 32 nömrəli suala baxaq. Bir çıxaq kosinus kvadratı alfa bizə sinus kvadratı alfanı verir. Bir dənə də sinus kvadratı alfanı toplasaq 2 sinus kvadratı alfa bölək 4 sinus kvadratı alfa bunlar getdi. Cavab 2-də 1, yəni 0.5 E var. 33 nömrəli suala gəlin bir yerdə baxaq. Burada çap səhvi var ya uşaqlar. Bu sualda çap səhvi olubdu. Bunu sizə vermişdilər. Bu 444 olmalıdır. Bəli, bu 444'dür. 444'ü də çıxaram 364'dür. Bu deyəcək 84. Bu kosinus 84 elə. Bunlar bir-birini götürür. 1 buradadır. Kotangens 45'də də 1 alır. Düzgün cavab 2'dir. Burada çap səhv olubdur. Gəlin baxaq 34 nömrəli suala. Sinus alfanın cavabı 1'dir. Kosinus alfa ilə kotangens alfanın cəmini soruşurdu. Sinus 1'i nə vaxt alır? 90 dərəcədə. Yerinə də qoyub yazıda bilərsən. Kosinus deməli 90'da 0 alır. Kotangens də 90'da 0 aldığına görə cavab elə 0 olacaq. Gəlin baxaq 35 nömrəli suala. Bərabərliyin sağını da solunu da kvadrata yüksəldirik. Olur sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa bərabər üzərinə gəlinsin 2 sinus alfa kosinus alfa bərabər 2'ye. Sin kvadratı kos kvadratı 1 edər. 1 elədi. 2 sinus alfa kosinus alfa bərabər 2'dən 1 çıxanda 1. Buradan sinus alfa ilə kosinus alfanın hasili 2'də 1, yəni 0.5 edəcək. 36 nömrəli suala baxaq. Kvadratlar cəmini soruşur. Hər tərəfi kvadrata yüksəldə bilərsən. Olur tangens kvadrat x üstə gələk. Kotangens kvadrat x üstə gələk. 2 tangens x kotangens x bərabər 16'ya. Tangens kotangensə vurmaq 1 edər. 16'dan 2 çıxanda 14 olacaq. Bizdən tangens kvadratı ilə kotangens kvadratının cəmini soruşurdu. Düzgün cavab 14. Gəlin baxaq 37 nömrəli suala. İfadələrin ən böyük və ən qiymətləri üçün uyğunluğu müəyyənləşdirin deyir. Sinus alfa ən az 1 alar, mənfi 1 alar. Üzərinə 3 gəlsək 2 edəcək ən az. Ən çox 1 alar, üzərinə 3 gəlsək 4 edəcək. Ən böyük qiymətlə ən kiçik qiymətin cəmi 6 edir. 1'ə uyğun olduğu C variantı. Daha sonra fərqlər nə qədər edir? Fərqlər də 2 edir. Ona aid cavabı yoxdur deyə yazmadım. Kosinus kvadratı ən çox 1 alar. Bir dəfə 4'üm 4, 4'dən də 1 çıxanda 3 qalar. Ən az 0 alar. 0'dan 1 çıxanda mənfi 1 olar. Bunların cəmi 2 edəcək. Ən böyük qiymətlə ən kiçik qiymətin cəmi 2'dir. 2'yə B variantı. Və bunların fərqi nə qədər eləyər səncə? Ən böyük qiymətdən çıxanda ən kiçik qiyməti 4 edər. Belə cavabda variantlarda yoxdur. Bu birisinə baxaq. Sinus kubu ən çox 1 alar. 7 dəfə birim 7 üzərinə 2 gələndə 9. Ən az mənfi versək, mənfi 7'nin üzərinə 2 gələndə mənfi 5 edəcək. Toplayanda bunları 4 edər. Cavab A variantı. Ən böyük qiymətdən ən kiçik qiyməti çıxanda da 14 edər. Həm də 3'ə D variantı. 38 nömrəli suala baxaq. Burada kosinus kvadratının yerinə mən sinus kvadratda yaza bilərəm. Ya da ən yaxşısı belədir. Ya kosinus kvadratının dərəcəsini azaldaq. 2 vurulsun kosinus kvadrat alfanın yerinə. 1 üzərinə gəlinsin kosinus 2 alfa bölək 2 yazıram. Çıxaq 6 vurulsun. Sinus kvadratının da yerinə 1 minus kosinus 2 alfa bölək 2 yazıram. Üzərinə gəlinsin. 6'nı 3 vuraq 2 sinus alfa kosinus alfa kimi yazdıq. 3 vurulsun. 2 sin alfa kos alfa bizə nəyi verir? Sinus 2 alfanı verir. 2'lər getdi oldu 1 plus kosinus 2 alfa. Çıxaq 6 ilə 2 getdi 3 qalar 3 dəfə birim 3. Mənfi mənfiyə müsbət 3 kosinus 2 alfa. Üzərinə gəlinsin 3 sinus 2 alfa. Kosinus 2 alfaların cəmi eləyəcək 1'dən 3 çıxanda mənfi 2. Oldu mənfi 2. Üzərinə gəlinsin kos 2 alfaların cəmi 3 kosinus 2 alfa. Üzərinə gəlinsin 3 sinus 2 alfa. İnşallah hesablama səhvi də eləmədik. Elədik. Kosinus 2 alfanın üzərinə 3 dənəsini gələndə 4 kosinus 2 alfa eləyir. İndi bax. İkisi de eynidir mi? Bucaqları eynidir. O zaman 4 kos alfa, 3 kos alfanın
4 cos alfa, 3 sin alfanın cəmi ən çox kök altında bu ədədlərin əmsallarının kvadratları cəmi olur. Olur kök altında 4'ün kvadratı 16, 3'ün kvadratı 9, 25. 25'dən 5 çıxır. Ən çox 5 eləyəcək bu ikisinin cəmi. Bir dənə də mənfi 2'miz var axı. Bu da edəcək 3. Vəssalam. Demək ki, bu ifadəm ən çox 3 qiymətini alacaq. Gəlin baxaq o birisinə. Hansı birinci rübdə artandır? Tangents bütün rüblərdə artandır deyə tangents götürə bilərəm. Kosinus sinus arasında qalaq. Kotangents bütün rüblərdə azalandır. Bu variantlardan çıxdı. Biri də götürsək 1 ilə 2'dir, amma gəl səbəbinə baxaq. Sinus bu oxuydu. Düzdürmü? Sinus burada 0 alır. Sinus burada 0 alır. Sinus burada 1, burada mənfi 1 alır. Birinci rübdə trigonometriyada bucaqlar belə hərəkət etdiyindən 0'dan 1'ə doğru gəldiyimiz üçün artış baş verir. Demək sinus birinci rübdə artandı. 1'dən 0'a azalır, 0'dan mənfiyə daha da azalır, mənfidən sonra yenə artır. Sinus 4-cü rübdə artar, bir də birinci rübdə. Ona görə birinci rübdə artan sinus da olur. Tangents bütün rübdə artdığı üçün B variantı. Bizə deyir ifadənin ən böyük və ən kiçik qiymətlərin cəmini tapın 40 nömrəli sualda. 180 dərəcədən alfa çıxan zaman koordinat oxunu çəksək 180 dərəcə buradır. Çıxan zaman geri qaydırıq. Burada sinus deməli 180-dən çıxanda ikinci rübdə sinus yuxarıda olduğu üçün müsbət olur. Olur müsbət. Ad da dəyişmir. Sinus alfa. Üstə gələk. 3 pi bölü 2 270 dərəcə deməkdir. 270 dərəcə buradır. Çıxanda geri qaydıram. Kosinus sol tərəfdə olduğu üçün mənfi olur mənfi. Ad da dəyişir. Sinus alfa. Üstə gələk. Bunlar bir-birini götürdü. 4 sinus kubu alfa üstə gələk 2. Bizə deyir ən kiçik qiymətini tap. Sinus ən az mənfi 1 alar. Mənfi 1 verəndə kubun da qiyməti mənfi eləyəcək. 4 dəfə mənfi 1'in mənfi 4 üzərinə 2 gələndə mənfi 2 düzgün cavab B variantı. Gəldik 41 nömrəli suala. Bu ifadənin ən böyük qiymətini bizdən soruşur. Sinus alfa üstə gələk sinus bettan açılışını yazaq. 2 sinus bir dəfə bucaqları toplayıb yarıya böləcəm. Toplasam bu bucaqları bunlar gedəcək 50, 60, 60'ın yarısı 30 dərəcə. Bir dəfə də kosinus yazıb bucaqları bir-birindən çıxacam. 35'dən 25 çıxanda 10. X-dən mənfi x çıxanda bax belə yazım 35 üstə gəl x-dən çıxıram 25 çıxaq x-i bölürəm yarıya. Buradan 35 ilə bunlar gedəcək 10 qalacaq. Üstə gələk 2x eləyəcək. 10 üstə gələk 2x bölək 2. Bu da edəcək 5 üstə gələk x. Çıxılsın sinus 30 dərəcə. Sinus 30'da 2'də 1 alır. 2'lər getdi. Qaldı kosinus 5 üstə gələk 2 çıxaq sinus 30'da 2'də 1 yəni 0.5. Ən böyük qiymətini tapın deyəndə bunun için nə olur olsun səni umursatmamalıdır. Sən bunu silirsən kosinus ən çox 1 alar. 1'dən 0.5 çıxanda 0.5 alacaq. Düzgün cavab E variantı. Gəlin baxaq sonuncu 42 nömrəli sualımıza. Kosinus kvadratı kosinus üstü 4 alfa çıxılsın sinus üstü 4 alfanı. Mən bunu kosinus kvadratı 2 alfa çıxaq. Sinus kvadratı 2 alfa. Bir dəfə də müxtəsər kimi kosinus kvadratı 2 alfanın üzərinə sinus kvadratı 2 alfa gələ bilərəm. Sin kvadratından kos kvadratının cəmi 1 edəcək. Bu getdi. Kosinus kvadratı alfadan sinus kvadratı alfanı çıxmaq bizə kosinus 2 alfanın açılışını verir. Kosinus 2 alfanın. İndi alfamızın yerində 2 alfa dayanıbdır. Yerinə yazsaq olacaq kosinus 4 alfa. Surətdə oldu 4 sinus 8 alfa. Məxrəcdə oldu kosinus 4 alfa. 8 alfanı 2 vurulsun 4 alfa kimi yaza bilərəm. Sinus 2 alfanın açılışı nətərdir? 4 vurulsun. Buradan yazım. Sinus 2 sinus alfa kosinus alfa. Uşaqlar sinus 2 alfanın açılışı 2 sin alfa kos alfa değil. Bu 2 qabağa keçər. Geride qalanlar alfa alfa kimi düzülər. İndi burada 4'ümüz öz yerində dursun. Sinus 2 yazılıb.
2 qabağa keçəcək. Sinus yerdə qalanlar 4 alfa, kosinus 4 alfa olacaq. Bölək kosinus 4 alfamız da var axı. Bunlar getdi, cavab 4 vurulsun 2, yəni 8 sinus 4 alfa edir. 8 sinus 4 alfa, yəni A variantı. Beləliklə trigonometrik funksiyalar bölünməsi yekunlaşdı. Növbəti videoda görüşənə dək.